Hamıya salam. Gəlin bugün çoxlarının bəlkə də adını eşitmədiyi, amma əməlləri ilə bütün dünyanın taleyinə təsir etmiş bir insandan danışaq. Yusif Məmmədəliyevdən. Bəli, sual çox maraqlıdır, elə deyilmi? Bakıdan olan bir kimyaçı 2-ci Dünya müharibəsinin qələbəsində necə açar rol oynaya bilərdi? Gəlin, bu hekayənin dərinliklərinə baş vuraq və cavabı birlikdə tapaq. Gözünüzün önünə gətirin. 1941-ci il. Müharibənin ən qızğın çağı. Sovet ordusu çox ciddi bir problemlə üz-üzə qalıb. Təyyarələri üçün yanacaq ya yoxdur, ya da olan yanacaq çox keyfiyyətsizdir. Təyyarələr nə istənilən yüksəkliyə qalxa, nə də lazımi sürəti yığa bilir. Vəziyyət həqiqətən də kritikdir. Təcili bir həll, bir möcüzə lazım idi. Və beləliklə, hekayəmizin ilk hissəsinə başlayırıq. Qələbə gətirən yanacaq. Və bu möcüzə Bakıdakı bir laboratoriyadan gəldi. Bu şəxs, Yusif Məmmədəliyev, Sovet hərbi hava qüvvələrinin taleyini dəyişəcək o yüksək performanslı yanacağı hazırladı. Baxın, bu sadəcə elmi bir kəşf deyildi. Yox, bu, müharibənin gedişatını dəyişdirən əsl strateji bir silah idi. Yaxşı, bəs bu qədər böyük bir işə imza atan bu dahi kim idi? Onun hekayəsi necə başlamışdı? Gəlin, hekayənin ikinci hissəsinə keçək. Şair qəlbi, kimyaçı zəkası. Onun həyat yolu 1905-ci ildə Naxçıvanın Ordubad şəhərində başlayır. Amma o dövrün çətinlikləri, münaqişələr ailəsini Təbrizə köçməyə məcbur edir. Bir müddət sonra isə 1923-cü ildə isə o, böyük arzularla təhsil almaq üçün Bakıya gəlir. Amma əsl dönüş nöqtəsi 1920-ci illərin sonunda Moskvada yaşanır. O, dövrünün ən böyük kimyaçılarından biri olan Nikolay Zelinskinin tələbəsi olur. Bax, onun taleyi məhz orada formalaşmağa başlayır. İşin ən maraqlı tərəfi isə budur ki, o əslində Bakıya kimyaçı olmaq üçün gəlməmişdi. Onun qəlbi, onun ruhu ədəbiyyatla, poeziya ilə döyünürdü. Amma bir professorla olan tale yüklü görüş hər şeyi dəyişir. Həmin professor onda elə bir istedad görür ki, onu kimya elminə yönəldir. Təsəvvür edirsiniz, bir anlıq qərar, bəlkə də bir söhbət bütün dünyanın gələcəyinə təsir edir. Onun kimyaya yanaşması da adi değildi. Öz sözlərinə qulaq asaq. Mənim dünyamda kimya, möcüzələrlə dolu keçilməz bir meşəyə bənzəyir. Hər tədqiqatçı bu meşədə təbiətin yeni bir möcüzəsini tapmağa və kəşf etməyə çalışır. Yəni, onun üçün bu quru formullardan ibarət bir elm deyildi, əsl macəraydı, kəşfiyyat idi. İndi isə gəlin müharibə illərinə qayıdaq. Hekayəmizin 3-cü hissəsi Bakı nefti uğrunda döyüş. Artıq Məmmədəliyevin işi sadəcə elmi tədqiqat yox, birbaşa milli təhlükəsizlik, həyatda qalma məsələsi idi. Bəli, o fiziki olaraq Bakıdaydı, amma ruhən və əməlləri ilə müharibənin tam mərkəzində, ön cəbhədə idi. O, ölkənin yanacaq böhranını həll etmək üçün gecə-gündüz çalışan bir qrupa rəhbərlik edirdi. Onun laboratoriyası sanki müharibənin taleyinin həll olunduğu görünməz bir döyüş meydanı idi. Bəs bu möcüzəvi yanacağı necə hazırlayırdı? Proses əslində dahiyanə dərəcədə sadə idi. Deməli, o, ən aşağı keyfiyyətli xam nefti götürürdü, sonra tamamilə yeni bir üsulla sulfat turşusunu katalizator kimi istifadə edirdi. Və bu prosesin sonunda yüksək oktanlı, yəni çox güclü aviasiya benzini alınırdı. Nəticə, Sovet təyyarələri artıq daha yüksəyə, daha sürətli uça bilirdi. Bu, düşmən üzərində həlledici üstünlük deməkdir. Amma Məmmədəliyevin tövhələri bununla bitmirdi heç də. Onun laboratoriyası əslində bir innovasiya mərkəzi idi. Partlayıcıların əsas komponenti olan tolulunu neftdən istehsal etməklə ölkəni xarici asılılıqdan qurtardı. Hətta məşhur Molotov kokteylləri üçün hazırlanan yandırıcı mayenin resepti də məhz onun laboratoriyasından çıxmışdı. Yəni, onun kəşfləri həqiqətən də qələbə üçün həlledici rol oynadı. Müharibə bitdi, qələbə qazanıldı, amma Yusif Məmmədəliyev üçün ən böyük işlər hələ qarşıdaydı. Hekayəmizin 4-cü hissəsi bir millətin elmini qurmaq. Ekranda gördüyünüz bu iki rəqəminin çox dərin mənası var. Bu, onun təkcə qurucularından biri olduğu Azərbaycan Milli Elmlər Akademiyasına 2 dəfə prezident seçilməsini göstərir. O, bu qurumu demək olar ki, sıfırdan yaratmışdı. Onun vizyonunun miqyasına bir baxın.
Azərbaycan Milli Elmlər Akademiyası, Neft Kimya Prosesləri İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Sumqayıtdan nəhəng bir kimya mərkəzi, Əlyazmalar Fondu, hətta bir dövr Bakı Dövlət Universitetinin rektoru da olub. O, sadəcə bir alim deyildi. O, Azərbaycan elminin memarı idi. Bünövrəsini qoyan insan idi. Və beləliklə, gəldik son hissəyə. Ölməz bir irs. Görəsən, bu qədər böyük işlər görmüş bir insanın irsi bugün necə anılır? Onun irsinin əhəmiyyətini bəlkə də ən yaxşı ümummilli lider Heydər Əliyevin bu sözləri ifadə edir. Zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da aydın görünəcək və gələcək nəsillər belə şəxsiyyətlərlə fəxr edəcəklər. Bu sözlər onun irsinin zamanla daha da dəyərləndirildiyini göstərir. Və bugün onun xatirəsi hər yerdə yaşayır. O, öz işlərinə görə Nobel mükafatına namizəd göstərilib. Elmlər Akademiyasının qarşısında onun əzəmətli abidəsi ucalır. Doğulduğu Ordubatdakı evi indi hər kəsin ziyarət edə biləcəyi bir ev muzeyidir. Amma bəlkə də ən böyük mirası onun qurduğu və bugün də dünya səviyyəsində tanınan Azərbaycan Neft Kimya Məktəbidir. Və bütün bu hekayə bizi son bir düşüncəyə gətirir. Heç fikirləşmisinizmi? Tarixin o böyük dönüş nöqtələrinin neçəsi əslində döyüş meydanlarından çox-çox uzaqda bir laboratoriyanın səssizliyində çalışan tək bir dahi beynin məhsuludur. Bu barədə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirəm.